Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Bugün yeni bir proqramla sizin hüzurunuzdayıq. Məlumdur, son dönəmin əsas müzakirə olunan məsələlərindən biri İsrail, Amerika, İran savaşıdır, İran müharibəsidir. Bugünkü qonağımız İbrahim Xəlil Balayoğulları, Böyük Türk Qurultayı üçün Beynəlxalq Çağrı Komissiyasının sədri, eyni zamanda mənim müəllimim, zamanında Dövlət İdarəçilik Akademiyasında çalışmış, Azərbaycan Universitetində müəllim kimi çalışmış, çox saylı siyasi, politolog deyirdik biz, siyasi analizçiləri, beynəlxalq münasibətlər bölümlərindən olan mütəxəssisləri yetişdirən hocamız. Eyni zamanda konstitusiya hüquq alanında bir çox kitabın müəllifi, Almaniyada hüquq üzrə elmlər doktoru. Xoş gəldiniz hocam. Mən çox şadam bugün sizinlə birlikdə proqram elədiyim üçün. Hər vaxtınız xeyir olsun Aynur xanım. Yəni çox xoş oldu təqdimatınız istənilən insan kimi. Amma mənim üçün ən sayğın, ən hörmətli ad təbii ki, müəllim adıdır. Bu müharibə ilə bağlı dedik bugünkü mövzumuz 2026-nın 27 fevralına gedən yol. Hardan başladı? Bu müharibənin əsasları necə qoyuldu? Bu prosesi hamı gözləyirdi zaten. Yəni bu proses necə başladı? Bilirsiniz, əslində baxın, bu bölgəmizdə baş verən son hadisələr elə səhər axşam və birinci gün deyil, mən 79-cu ildən bu yana mən gəlirəm deyib belə səs eləyirdi. Bəli. Çünki orada hakimiyyətə gələn faşist və molla rejimi gəldiyindən bəlli bir narrativ üzərində özünə yer tutmuşdu. Onlardan birisi də İsrail var ola bilməz. Yəhudi xalqı, dünyada yəni hər kəsin dövləti, nə bilim, Papasların, Qvineyanın, nə bilim, Şərqi Timorun dövləti ola bilər, Güney Sudan ola bilər, amma Yəhudinin dövləti ola bilməz və Yəhudi dövləti yox edilməlidir, ləğv edilməlidir və bunun üzərində qurmuşdular. Doğru yolla mı, yanlış yolla mı bir şəkildə bunların dövləti artıq var və bu dövlət belə öz başına mən dövlətəm deyib yaranmadı və bu dövlətin yaranması üçün dünyada o dönəmdə, yəni 48-ci ildə mövcud olan beynəlxalq qurumların imzası ilə, icazəsi ilə ortaya çıxdı bu dövlət. Sən bunu qalxıb yox edəcəm deyə bilməzsən. Və təbii ki, qarşı tərəf özünü qoruma instinktindən yola çıxaraq təbii ki, bir hərəkətlər eləməsi lazım idi. Və başlıca leytmotiv bir tərəfdə insanları, yəni vətəndaşlarını canından bezdirən və sadəcə insanların deyil, bölgə ölkələrini daim təhdid altında saxlayan və hər tərəfdə belə bu boyda sanksiyalar altında olmasına rəğmən fərqli proksi güclər yetişdirən, onları ərsəyə gətirən, Yəməndə Husilər məsələn, Livanda Hizbullah, Fələstində Hamas, onlar elə belə deyil, bunun proksiləridir. Və onların heç biri dünyanı güllü-gülistan eləyək adıyla var deyirlər. Və belə bir qara yara təbii ki, hamı üçün təhdiddir və birinci növbədə İsrail üçün təhdiddir. İsrail də əlindən gələni etməyə çalışır ki, ən azı heç onu öldürmək yox, özünü qoruyub saxlamaq adına. Çünki toylarını bilinmir, bayramları bilinmir. Hər an, hər dəqiqə onların başına bir yerdən bu Hamas tərəfindən ya Hizbullah tərəfindən bir şeylər düşəcək. Yəni bu buradan gəlir əslində, əsasən qaynaqlanan yeri budur. O işin həm görünən tərəfidir, həm də biraz dərin tərəfindən. Hər kəs düşünür ki, bu savaşda iki tərəf iştirak edir, iki tərəf deyil. Orada məsələn görülən Amerika ilə İranın, İsrailin bir ağızdan çıxış eləməsi, İsrailin fərqli maraqları var, dediyim kimi, özünü qoruya bilmək. Amerikada bu günlərin dədəm mənə dur dedi, gəlib gedəni vur dedi məntiqi ilə çıxış edən bir hakimiyyətin əlinin altındadır. O hər yerdə sadəcə o əlinə keçən, o görməmişin əlinə bir imkan düşür də. O görməmişin əlinə düşən imkandan hər yerdə istifadə edib bundan zövq alır. Yəni onun uzaq görən bir nə siyasəti var, nə planları var, nə proqramı var, elə bir şey yoxdur. Əgər İranla bağlı onların gerçəkdən əməlli başlı bir proqramları olmuş olsaydı, ölkələrinin içindən çıxan bir müxaliflə çalışardılar, müxalif qüvvələrlə çalışardılar, bir altyapı, baza yaradardılar. Belə bir şeylər yoxdur. Ona görə də mən
Amerikanın orada o uzaq vuran bir siyasətinin planlarının olduğunu düşünmürəm. Və bugünkü gündə gördüyüm odur ki, İsrail artıq bu ki başladı, bu hadisə ki artıq başladı, bu irin ki deyək deşildi, bunu artıq axıra kimi təmizləmədən, ən azı molla rejimi dəyişilmədən İsraili durdurmaq çox qəliz olacaq. Və bütün bunların içində biz sadəcə coğrafi baxımdan yaxın deyilik. Bizim öz çıxarlarımız, bizim öz maraqlarımız, mənafelərimiz var bu hadisələrdə. Və növbəti dəfə bu hadisələrdə biz Azərbaycanlılar olaraq və ümumiyyətlə türk olaraq bu hadisələrə gedən qatarın dalınca qaçıb çatmağa çalışırıq. Qatar Bəli, bu 50 bağlı ildir. ayrı bir sual verəcəm hocam. Yəni məni burada bir məsələ narahat eləyir. Bilmirəm siz məndən nə qədər razı olarsınız. Mən burada İran qədər İsrail və Amerikanı da haqsız görürəm. Yəni bölgədə sözü keçən ölkənin ən azından müəyyən şərtlər qoşa bilən ölkənin Amerika olması biraz absurd deyilmi sizcə? Təbii ki, baxsanız, yəni bugünkü dünyada hamının maskası yırtıldı. Bəli. Demokratiya deyə-deyə, məsələn də insan haqları deyə-deyə Azərbaycanda Xocalını görmədilər. Bəli. Demokratiya deyə-deyə, məsələn, Venezuela'dan prezidentin oğurlanmasını görmədilər. Beynəlxalq hüquq deyə-deyə 1962-ci ildən blokada altında yaşayan Kubanı görmürlər. Amma artıq onların bu gəlişi gözəl sözlərdən istifadə etməyə də belə ehtiyacları yoxdur. Elə bir ehtiyac hiss eləmirlər kiməsə izah eləsinlər ki, bunların addımları demokratik. Yəni, görüntü belə verməyə ehtiyacları yoxdur. Elə bil ki, qab-qacaq dükanından bir fili buraxmısan, sağa sola gəzir yəni. Zorlunun o Fukitidin bir qəşəng sözü var idi. Deyirdi ki, güclüyəm, hər şey eləyə bilərəm. Zəifsən, dözməlisən, dözəcəksən. Bugünkü günün məntiqi budur. Ona görə də yəni biz mövcud olan şərtlər çərçivəsində qınamaqla işimiz bitmir ki. Biz bilirik ki, budur da yəni. Biz qınamaqla işimiz bitmir. Biz mümkün olduğu ölçüdə özümüzün maraqlarını təmin etməyə çalışmamız lazım. Bir fikir verin, İranda 90-cı illərdə deyirdilər ki, 35 milyon Azərbaycan türkü yaşayır. 90-cı illərin əvvəlində 50 milyon insan yaşayırdı o zaman. Bugün İranda 90 milyon insan yaşayır. Yenə Azərbaycanlıların sayı 35 milyondur. Bir dənə artmayan sadəcə bizdərik. Hər nə qədər olursaq olaq, bizim oradakı insanlarımızla bağlı Türk dünyasının öndə gələnlərinin, dövlətlərin, oturmuş dövlətlərin hansı strategiyası vardı ki? Heç bir strategiyası yox idi. Gördük ki, heç bir strategiyası. Kimdən mədət umurlar? Ya oradan Pəhləvidən umurlar, ya da 3-5 nəfər olan Beluclardan mədət umurlar, ya 5-10 dənə deyək Əhvaz bölgəsində olan ərəblərdən mədət umurlar. Amma necə ki bizi pərdənin arxasında görməzdən gələrək saxlamağa çalışırlar və biz də onlara bu imkanı yaradırıqsa o cürə davam edir. Mən ümid eləmək istəyirəm ki, əlində siyasi imkanları olan, inzibati imkanları olan, maddi imkanları olan güclər heç olmasa milli təəssüb hissi onlarda oyanar və mən kiməm deyə özlərinə sual verərlər və mən sən ac olub, mən tox olsam xoşbəxtliyim olmaz. Qonşum acsa həyətində kabab bişirməyimin yeri yoxdur. Xoşbəxt ola bilmərəm. Məntiqi ilə yola çıxarıq. Tabii, bu bir də qonşum deyil, bu bir də qardaşımdır. Eyni millətik biz. Yəni ona görə bu sizin dediklərinizdən bir dənə sual doğdu burada ki, mən də razıyam bundan ki, təkcə nəinki strategiyaları yox idi. Açıqlamalarından belə bəlli oldu ki, biz Güney Azərbaycanla bağlı heç bir stratejiyə sahib deyilmişik və heç bir təsəvvürü yox imiş. Məsələn, Türk dünyasının. Türkiyədən olan açıqlamalar da Güney Azərbaycanın lehinə olan açıqlamalar deyildi, amma Türk dünyasının başqa ölkələrindən də biz bir açıqlama görmədik bununla bağlı, çox təəssüf ki. Mən ona görə sual vermək istəyirdim ki, biz bu prosesdə nələr qazana bilərdik və nələr itirdik? Baxsan, mən çox şeylərə fərqli bir yanaşmam var. Mən Azərbaycan ictimai şüuruna yedirilmiş Güney Azərbaycan anlayışını qəbul eləmirəm. Çünki Güney Azərbaycanın güneyi Lənkəran, Astaradır. Orası Güney Azərbaycan deyil. Orası Azərbaycan türklərinin başqa bir dövlətidir.
İran Bu dövlətidir. sizin fikriniz. Tamam. Və o coğrafiya 1.600.000 kvadrat kilometr ərazinin olsa cəmi İran 31 ostandan ibarətdir. O ostanın olsa 2 dənəsinin bir parçası Fars və Şiraz bölgəsi farslarındır. Qalanı %90'ı sizin dədə-babanızın yurdudur. Mənim dədə-babamın yurdudur. Və qalxıb da Güney Azərbaycan demək və insanlarımızı psixoloji baxımdan güya ki orada Azərbaycan ikiyə bölünübdür də və onu ikinci payı oradadır da. Amma bölünüb. Türkmensay və Gülüstanla Baxsanız, Azərbaycan ikiyə Aynur xanım, bölünüb. mən bir çox insanlarla, yoldaşlarla mübahisə elədim. Dedim ki, mənə Azərbaycanın hansı sənətdə bölünməsi haqqında, yəni onu mənə sübut edin, göstərin. Görüm harda yazılıb ki, biz oturmuşuq 2 dənə kimsə, Azərbaycan buradan kəsdik, yarısını ora elədik, yarısını. Belə bir şey yoxdur. O zaman var olan dövlət də bizim dövlətimiz idi. Məmaliki, Məhsul Rusiyaya, Qacar dövlətimiz idi. O dövlətə qarşı 18-ci əsrdə Nadir Şah öldürüldükdən sonra indiki ermənilər kimi bir separatçı hərəkat var idi. Xanlıqlar hərəkatı. Mərkəzi hakimiyyətdən qoparıb xanlıqlar ortaya çıxarmışdılar. Yəni bizim elə bir ki Azərbaycan dövlətindən şəklinə ayırıb özünə şəkil dövlət düzəltmişdilər. Və əsas ana yerimiz o idi və nəzarət eləmirdi. Mərkəzi hakimiyyət nəzarət eləmədiyi bir tərəfdə Ruslar yuxarıdan endilər. 10 nəfərin, yəni məcazi mənada deyirəm də, yəni o boyda gücün qabağında 100 kişi ilə gəldilər, bizim xanlıqlarımızı dənə-dənə dənlədilər. Yəni və anlaşmada, o Türk-Gülüstan anlaşmasında, Türkmenistan anlaşmasında yazılır ki, Ruslar filan bölgələri hakimiyyətini öz əllərində tuturlar və o dediyim o Qacariyə dövləti buna etiraz eləmir. Elə bir şey var. Yəni Azərbaycan bizim beynimizə o narrativ məxsusdan soxulub ki, İranın böyük coğrafiyasına, Türk coğrafiyasına biz iddia eləməyək. Yəni iddia eləyib alaq da qopardaq onların əlindən demirik. Amma ən azından deyə bilməliyik ki, burada bizimdir. Tehranda 8 milyon Azərbaycan türkü yaşayır. İndi neyniyək biz onlar? Onların torpağı deyil. İsfahanda biz var olarkən kim var idi ki? Heç kim. Yəni onların indi ora sahib çıxanların demək istəyirəm. Yaxud o Güney Azərbaycan dediyimiz bölgəmizdən Zəncanı ayırıblar, ayrı eləyiblər. Məsəl deyirəm də, ayırıblar başqa ostan. Tutalım ayrılanda indi deyək ki, lap onlar deyən kimi olsun. O Güney Azərbaycan dedikləri 2 dənə ostan olsun. Və onun kənarında qalan Azərbaycan torpaqları nətər olacaq? Onlara hədiyyə eləyəcək. Mən demək istədiyim budur. Və bizim önəmli ola biləcəyi nəyimiz var idi? Əvvələn orada siyasi hakimiyyətə Türk ruhlu, yəni Azərbaycan ruhlu insanların hakimiyyətə gəlməsi və biz hakimiyyətdə olduğumuz yerdə Quzeyinin özündən götürək, yəni bizim Azərbaycan Respublikamızdan götürək. Azərbaycanda nə qədər etnik qruplar yaşayır, nə qədər başqa xalqların təmsilçiləri yaşayır. Onların hansının dili ilə bağlı problemi var, mədəniyyəti ilə bağlı problemləri var, təhsili ilə bağlı problem, heç biri ilə biz var olan yerdə, biz hakimiyyətdə olduğumuz yerdə insanlar insan kimi yaşayırlar. Onlar kimi birinci, ikinci, üçüncü, beşinci kateqoriyaya bölünən bir şeylər yoxdur. Yəni İran bütövlükdə bizim siyasi nəzarətimiz altında olma şansı var idi. Ən böyük itirdiyimiz şey budur. Xamneyinin İlan ağına da lənət, qarasına da lənət. Birisi getdi, o birisi gəldi. Gəlib də nə olacaq ki? Adları Azərbaycanlıdır, amma mahiyyət etibarından Azərbaycan insanı üçün nə ediblər ki? Heç nə. Buna görə də yəni mənim düşündüyüm, qazana biləcəyimiz şey bütövlükdə İranın özü idi. İranın özü idi. Biz onu, bu şansı güneydəki yaşayan, Azərbaycan güneyindəki yaşayan qardaşlarımız çox mərd, çox məğrur, çox özgürlüyünü, azadlığını sevən insanlarımızdır. Təsəvvür edin, 100 ilin içində dünyanın heç bir xalqı bu qədər sərtliklə, bu qədər cəsarətlə azad olun deyə ayağa dura bilməyibdir. Səttarxan Bağırxan hərəkatı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı və lap 79-cu ilin inqilabında Azərbaycan türkləri olmasaydı Xameyni ayaqüstə dura bilərdi. Və bugün Amerika gördüyü bir şey var. Azərbaycan türkü oranı özünün torpağı hesab etdiyinə görə Azərbaycan türkü onlara qarşı deyil də Amerikanın təcavüzünə qarşı çıxdığına görə orada praktik nailiyyətləri yoxdur onların. Onlar ancaq damı, divarı dağıda bilirlər. Məsələn də deyirəm. Amma yerdə hakimiyyət əldə edə bilmirlər. Çünki orada mənim torpağım deyərək ölə biləcək Azərbaycan türkləri var.
onlar ayağa durmadan, onlar mövqeyini ortaya qoymadan, yəni molla rejiminə qarşı mövqeyini ortaya qoymadan heç bir şeylərə nail olma şansları yoxdur onların. Molla rejimi də bu gücü görmür hocam. Çox təəssüf ki, Türk dünyası da bu gücü görmür. Oradakı türklərin gücünü, yəni Azərbaycan türklərinin gücünü, böyüklüyünü, yəni söz sahibi, əslində söz sahibidirlər də özləri də fərqində deyirlər. Bunu görmürlər. Yəni bununla bağlı bizim Baxsanız, Azərbaycan türkü gerçəkdən Türk dünyasının bir mayakıdır. Mərkəzi Asiyadakı Türk cumhuriyyətlərimizdə böyük problemlər yaşayıblar. Məsələn, Qazax xalqının hər 3 kişisindən, 3 insanından, kişisi 3 insandan ikisi öldürülüb. Özü elə belə öldürülməyib, acından öldürülüb. Mən bilavasitə, yəni topla tüfənglə öldürülənlərin sayını demirəm. Hesab edin ki, 91-ci ildə 90% Qazax öz dilində danışa bilmirdi. Yəni elə bir siyasətin nəticəsi idi. Ölkədə Qazaxların sayı qeyri-Qazaxlardan az idi. Yəni 40% əhali, sadəcə 40% əhali Qazax idi. Və Qazaxstan yeganə bir ölkədir ki, orada ərazi bütövlüyü uğrunda savaşlarda heç kəs ölməyib. Gör niyə qədər dərin və diqqətli siyasət aparılıb ki, ölkənin ərazi bütövlüyü uğrunda cəmi 40% olan Qazaxın ərazisində elə bir savaş olmayıbdır. Və o Qazaxlarla çalışmalı olan kişilər kim idi birinci növbədə? Türkiyə və biz, Azərbaycan türkləri. Azərbaycan. Türkiyənin türkçülüyü Türkiyə sərhəddindən məhdudlaşır. Türkiyədə oradan kənarda bir nə türkçülük fəaliyyəti. Türkiyədə bu dəqiqə nə qədər türkçülük var, o da tartışılır, ayrı bir müzakirə mövzusudur. Başqa mövzudur, o başqa yanaşma şeyidir. Ancaq faktik budur da, yəni əlimizdə müxalifət olaraq Milli Məclisdə hansı Türk dünyasının hansılarının problemlərini ortaya qoymusunuz? Heç birinin. Və bu günlərin belə biz bərkə düşəndə o dəqiqə qardaşlarımız yadımıza düşürdü. Amma qardaşın qardaş olduğunu bilməsi üçün bizim geniş bir fəaliyyət göstərməmiz lazımdır. Eləmişik bunu. Məsələn, ərəb ölkələri Özbəkistana son dərəcədə, Özbəkistana yox Özbəkistanda camilərə, mollalara o qədər pul buraxırlar ki. Çünki ərəbin mədəniyyətinin daşıyıcılarıdır, ərəbin mədəniyyətinin yönləndiriciləridir onlar. Biz onlara nə etmişik? Ya qırğızlarla götürək. Bax, qırğızları. Cəmi 5-6 milyondur. Ölkənin 98%-i dağlıq ərazidir. Ölkənin ən çox olan resursu nədir? İçməli su və ya hidroelektrik stansiyaları. Bu Türk dünyasının, yəni deyək ki, 5 milyarda oradakı bütün əhalinin yağval içində dolanacağı iqtisadi imkanlar onlara yaratmaq mümkündür. Haradadır bizim qırğız qardaş bacılarımız? Moskvada küçələrdə polislər döyə-döyə ora qaçırlar, bura qaçırlar ki, özləri bir çörək qazansınlar. Türkiyədə necə yaşayırlar? Türkiyədə də o şeylər yolda tutub aparıb o saxlama yerləri var. Hamısı qırğızdır, Qazaxdır, Özbəkdir də. Elə deyil. Və bugünkü gündə yəni dildə demək asandır da, qardaş-qardaş. Bu qardaşı-qardaşlığını öncə bir göstər də ki, sən özgə deyilsən. Sən aparıb detdoma qoymusan, uşaq evinə qoymusan, sonra da bəlkə düşən deyirsən, səninlə mənim axı biri idik. Bir deyil, bir olmaqdan böyük bir əziyyət çəkmək lazımdır. Və onun nəticəsidir ki, 44 günlük müharibə dönəmində Rusların qurduğu kollektiv təhlükəsizlik təşkilatı var ya, orada Qazaxstanla Qırğızstan bizə qarşı kollektiv qərar qəbul etmənin qarşısını aldılar. Bu qədər eləyə bilərlər. Buradan anlattığını eləyə bilərdilərmi? Və yaxud sosial şəbəkələr üzərindən son dərəcədə geniş bir dəstək gəldi. Amma oradakı insanlarımız sən nə qədər güclüsənini bilmirlər. Bildirməyimiz lazımdır, bildirməyimiz lazımdır da. İranlı xalqı deyə bir yeni xalq uydurublar. Artıq yəni Fars gizlədə bilmir ki, özünün heç nəyi yoxdur. O hər nəyi varsa türkdən oğurlanmışdır. Bunun üçün yeni bir termin uydurubdur. İranlı. İran kəlməsi ilk dəfə 1934-cü ildə ortaya çıxıbdı. O zaman 1934-cü ilə kim idiniz? Nə idiniz? Yəni Amerika sistemin önə gətirirlər. Yəni Amerikada da bir çox millət yaşayır Amerikalı kimi. Burada da bunlar görürlər ki, yəni içəridəki türklər Amerikalı ayrı bir şeydir. Amerikalıların hamısı ilk dəfə 1609-cu ildə İngiltərədə məsəl üçün köçüb gedən ingilislərdir. 1492-ci ildə ilk dəfə Kolumban gələn İspanlardır, yəni. Onlar özlərinə deyə bilərlər ki, biz gəldik Amerikalı olduq, gəldik biz şəkili olduq. Məsələn deyirəm də. Amma burada köçlü türk var.
Və bundan əlavə də hər necə olursa olsun, hələ bir dəfə görmüsünüz ki, Amerika və ya İngiltərə strateji məsələlərdə fərqli acılardan yanaşsınlar. Onlar həmişə müttəfiqdirlər. Yəni istər Amerika olsun, istər İngiltərə olsun, istər Kanada olsun, istər Yeni Zelandiya olsun, istər Avstraliya olsun. Bu İngilisin dövlətidir. Və dövlətlər özü-özünə qurulan şey deyil. Uluslararası münasibətlər, xalqlar arası münasibətləri daha dəqiq başa düşmək üçün məhz xalqlar arası münasibət pəncərəsindən baxacaqsan. Dövlətlər arası deyil. Çünki dövləti quran xalq var. O xalqın bir çıxarları var, maraqları var. Sən o xalqı görəcəksən ki, o xalqın maraqları nədir bu məsələdə. Və ona görə də Fars artıq gizlədə bilmir. 2009-cu ildə Viyanada 4 böyük Fars adıyla bir heykəllər kompozisiyası hədiyyə ediblər. 4-ündən 3-ü türkdür. Əbu Reyhan Biruni yazır ki, mənim üçün ən çətin məsələ Fars dilini öyrənmək idi. Onu ora böyük İranlı yox, 4 böyük Fars olaraq ora qoyublar. Və belə bir yerdə Türk dünyası ilə daha aktiv, daha işlənliklə çalışılması ehtiyacı var. Bu günlərin Türk dünyasının inzibati imkanları olanlar kimlərdir? Türk dünyasına heç bir bağlantısı olmayanlar. Heç özləri bilmirlər, heç Türkçənin heç birisini də danışa bilmirlər. Bunlar hamısı ancaq o toya düyünə generallar çağırırlar ki, mənim toyumda general var idi. Eynən bu tərzdə o general funksiyasını yerinə yetirirlər. 30 ildir Türk dünyasını birləşdirirlər bu boyda dövlətlər. Hələ aralarında vizasız gediş-gəlişi normal təmin eləməyiblər. Var vizasız. Amma avtomatik oturum haqqı. Çətin işdir ki, onun üçün nə lazımdır ki? İş icazəsi ancaq bildiriş qaydasında olsun. Çətin məsələdir ki, niyə eləmirlər ki? Və bu günlərində belə bir bəlkə düşən kimi, amma qardaş hay, qardaş haray. Hanı qardaş? Qardaşa sən qardaşlıq elə də. Bəli, doğru. Mən bugünkü vəziyyətə həqiqətən də sizdən çox razıyam ki, Cüni Azərbaycan məsələsi bu İran, yəni Cüni Azərbaycan deyil də oradakı türklərin vəziyyəti ilə bağlı bu İran savaşında Türk dünyası yetərincə kullana bilmədi və onlar üçün bir çıxış yolu ola bilmədi. Bundan çox razıyam. Amma yəni bir fürsəti yenə qaçırdıq. Verilişimiz də elə məhz qaçırılmış fürsət idi. İndi uzun müddətli və ya qısa müddətli nəticələr nə olacaq bu İran savaşından sonra? Bu savaşdan dediyim kimi, yəni Farsın boğazından düşməyəcəklər. Farsın yox, Molla rejiminin boğazından düşməyəcəklər. Çünki Fars siyasi hakimiyyətini dəyişmək onların marağında deyil. Zaten onlar Fars siyasi hakimiyyətini onlar bərqərar edirlər 1926-cı ildə. Onu dəyişmə fikirləri olmayacaq. Və bu anlamda Azərbaycan türkü üçün və ya sadəcə Azərbaycan türkü deyil, Xorasan var orada Halaç türklərimiz var. Qaşqaylar var. Qaşqaylar Azərbaycan etnikinin tərkib hissəsidir. Sadəcə fərqli yerdə yaşayır. O bayaq dediyim Hind okeanının sahilində yaşayır. Onlar bizim orada gücümüzdür. 2 milyon Şirazda yaşayırlar. Əsasən Şirazda yaşayırlar yəni. Bu açıdan bu ilanın ağına da lənət qarasında bizə heç bir belə qlobal anlamda faydası olmayacaq. Amma düşünürəm ki, bir növ biz sirkələnib ayılan bir zamanımızdır. Çin Türk xaqanlığını yıxmaq üçün 100 illik Sanşi strategiyasını müəyyən eləmişdi. 100 illik bir strateji. Elə bir qəribə stratejidir ki, proqramın vaxtı azdır deyə mən onu danışmaq istəmirəm. Amma o qədər gözəl, incə, adicə barama qurdunun tut yarpağını yeməsini örnək alaraq eləmişdilər. Və onun nəticəsində 100 illik bir, yəni bu strateji bir günə olmur. İsrail dövləti, Yahudilərin dövləti, orada var olan da, məsəl üçün, Yerusəlim miladdan öncə 995-ci ildə qurulubdur Yahudilər tərəfindən. Və onların dövləti 136-cı ildə olar, sonuncu dəfə İmperator Adrian tərəfindən sürgün olurlar. Çünki niyə? Azadlıq uğrunda mübarizə aparıblar deyə. Roma imperiyası ilə baş-başa gəliblər ona görə. Və sonra onlar dövlət qurmağa qalxanda 1897-ci ildən başlayır. İlk Siyonist Konqres Bazeldə 1897-ci ildə çağırılıbdır. 48-ci ilə 2051 il onlar, yəni elə bir iş çalışıblar ki, 51 il davam edibdir. O bizim olsun, 51 ilimiz olmasın. Çünki 21-ci əsrin şərtləri və şəraiti tamamilə fərqlidir. Biz bir telefon vasitəsilə Yakutiyadakı qardaşlarımızın necə yaşadığını bilirik. Amma 15 illik, 20 illik bir şahmat oynamağa hazır olmamız lazımdır. 15 illik, 20 illik bir strategiya müəyyən eləməyə hazır olmamız lazımdır. Və bugünkü
şanslar bizə uzun perspektivdə belə bir hazırlaşmaq üçün əlavə bir şans verir. Amma biz yenə də bu uzun müddətli projedə Türkiyə, Azərbaycan, Türk dünyası üçün ayrı-ayrı rolları müəyyənləşdirməliyik. Razısınızmı mənimlə? Ayrı-ayrı rolları dediyimizdə, yəni təbii ki, hərə bir tərəfdən yapışmalıdır. O anlamda ayrı-ayrı rollardan danışmaq olar. Amma qlobal anlamda biz hamımız bir pəncərədən baxmamız lazımdır. Bəli. Yəni amma təbii ayrı-ayrı Azərbaycana pis olan şey Qırğıza yaxşı ola bilməz, ya Türkiyə türkünə yaxşı ola bilməz. Siz bir düşünün yəni, Türkiyədə məsələn bir dönəm böyük qaçqın axını var idi Əfqanistan tərəfdə. Sabah axşam hətta ən böyük millətçilər belə Əfqanlar gəldilər, Əfqanlar ölkəni basdılar. Ay qardaşım, Əfqanistanın 90% nüfuzu türkdür. Xəzərlər türkdür. Özbəklər türkdür. Türkmənlər türkdür. Abdallar orada yaşayır. Əfşarlar orada. Səlcuqlar orada. Hətta Puştunlar belə kökləri baxımından halac türkləridir. Və onların Puştun Valay kitabı, onların kutsal şərəf məcəlləsi var. Puştun Valay. O kitab Quran dəyərləri əsasında yazılıb. Biz qalxıb öz qardaşına sabah axşam o Əfqandır. O Əfqanlara getməlidir bəlkə düşəndə. Hara olsun o yazıq? Ona tək olan qapı Almaniyadır, Fransadır. Bəs biz və bizə də gələnlə də normal çalışma aparmırıq ki. Yəni Türkiyəyə gələnlərlə hansı iş aparılır ki? Onlara yazılara ən yaxşı yol nədir? Get dağda çoban ol. Çox işimiz çoxdur. İşimiz çoxdur, problem çoxdur. Mənim ayrı-ayrı planlaşdırmaq dediyim, yəni ən azından Türkiyədə, Azərbaycanda təbii ki, İranla bağlı, İranda yaşayan türklərlə bağlı ən azından bir başlanğıc məlumat var. Yəni deyək ki, belə biz sizin dediyiniz kimi. Amma Orta Asiyadakı ölkələrə sıfırdan başlayacağıq. Ona görə mən deyirdim. Bundan sonra əslində inanırsınız Aynur xanım. Orada kiçicik bir təkan lazımdır. Elə də sıfır deyil. Onlar yəni hazırdılar, hazır. Sadəcə yəni altına bir kibrit yandırmaq lazım ki, gəlin isinin deyə. Məsələn, Yakutiya, bir düşünün Yakutiya, torpağı Türkiyədən 4 dəfə böyükdür. Nüfuzu 1 milyon. Onun cəmi 500-600 mini Yakutdur. Və onların baş kəndində 5 dənə teatr var. 5-i də Yakut dilində çalışır, Saxa dilində çalışır. Və hər gün onlarda anşlaqdır. Təsəvvür edin. Tuvada 98% insan ayrı dildə danışmır, ancaq Tuva dilində. Və Tuva dili bizim Azərbaycan türkçəsinə o qədər yaxındır. Altaydakı Teleudlar, Telengitlər, savaş görüşündə bir-birlərinə yaxşılar deyir. Bizim dildə danışırlar. Çox, yəni praktik olaraq hazır bir materialımız var orada, o tərəflərdə. Heç bir dövlətə qarşı yönəlmədən, heç bir dövlətin ərazi bütövlüyünə qarşı çıxış eləmədən, siyasi hakimiyyətə qarşı çıxış eləmədən, sadəcə qardaşa qardaş dəstəyi eləyərək gücümüzə güc qatacağıq, qatarıq. Nə eləməyək? Son olaraq sizdən İran içində bugün bizdən dəstək gözləyən, həmin o dəstəyi Türk dünyasından görməyən, elə Azərbaycan türkləri üçün, bütün türklər üçün bir mesaj istəyirəm. Çox qəliz sualdır. Mən onlara yol göstərəcək özümdə o mənəvi haqqı görmürəm. Yəni mən onlarla yaşamağa və onlarla bir yerdə ölməyə hazır adamım. Bu yəni gözəl söz deyil yəni. Türk üçün bunu görmüşük, yaşamışıq. Toy, bayram kimidir yəni hər hansı bir savaş. Torpaq özünün uğrunda, vətən uğrunda ölmək bizdə o ölümsüzlük anlayışı olanda ərəblərdə şəhid anlayışı yox idi. Yəni sadəcə demək istədiyim odur ki, bugünkü günün imkanlarından maksimum bugünkü günün imkanları daha genişdir. Yəni 20 il bundan qabağa, 30 il bundan qabağa deyə bilərdik ki, bizi öz dilimizdə oxumağa qoymurlar. İndi mən internet vasitəsilə İspan dilini öyrənirəm. Məsəl deyirəm də və dillə başlayır. Dil sən kimdənsən o sualı daha rahat müəyyən etməyə, daha rahat ona cavab verməyə imkan verir. Dilinə sahib çıxacaqsansa, o zaman gələnəyinə də, görənəyinə də, adətinə, ənənənə, ailənə, torpağına sahib çıxacaqsan. O zaman bizə
Türkiyə xər deyənlər bizim üzərimizdə hakim olma şansları olmayacaq. O zaman içimizdən gerçək, vətənpərvər, o insanlara xidmət eləyəcək oğullar yetişdirə biləcəyik. O zaman onların arxasınca getmək mümkün olar. Zaten baxsanız başsızdırlar da, yəni bizim oradakı insanlarımız lidersiz qalıblar. Evet. Babək qalasına yürüyüş eləyirdilər, 3-4 milyon adam gedirdi, Farsunun qorxusundan onun qabağını aldı. Bir dənə traktor vasitəsilə o gərginlik canlarına çıxır, traktor futbol klubu vasitəsilə. Çünki lider yoxdur. Mən də dediyim kimi, yəni bu cür mədəniyyətimizin içinə girəcək olsalar, lap güneydən olan, Azərbaycanın quzeyində olan yetişmiş, güneydən olan yazarlarımız var idi. Məsələn, Mirzə İbrahimov. Onun əsərləri gələcək günü məsələn bir dünyadır yəni. Onlar o kimi əsərlər vasitəsilə, yəni elmlə, bilimlə, mənəviyyatla güclənmə şansları var və o zaman daha az yanlışlar etmə şansları var. Daha az uduzma şansları var. Onlar uduzduqca da biz uduzuruq. Hamımız birlikdə uduzuruq. Evet. Bizim gücümüz orada, onların gücü də bizdədir. Evet. Çox təşəkkür edirəm. Çox xoş Mən oldu təşəkkür sizdən edirəm. söhbət eləmək.